bizim ən böyük dərdimiz deyərdim. Fərd olaraq ən böyük dərdimiz pislikləri içimizin künc bucağında gizlətməyimizdir. Niyə biz gizlədirik pisliklərimizi, sual verirəm. Bu maraqlı sualdır, niyə belə eləyirik ki biz? Ona görə ki, insanın pisliklərdən acığı gəlir. Razısınız? Hamının pislikdən acığı gəlir, zaten fitrətən beləyik. Pislik pisdir, adı üstündədir. İnsanın acığı gəlir və acığı gəldiyi üçün deyir ki, o məndə yoxdur, özünə yaraşdırmır. Deyir, məndə yoxdur filan şey. Yəni özündən gizlədir, özünü aldadır. Bir alimdən eşitmişəm bunu, deyir, özümüzlə anamız kimi davranaq. Ana uşağın bədənində bir çirk nəcis olanda onu örtbasdır eləmir. Deyir, tez aparaq yuyaq, təmiz olsun uşaq. Onun üstünə yalandan ətir vurmur. Onu yuyur, təmizləyir. Ana çalışmır ki, uşaqda olan o nəcisi görməsin, üstündən keçsin. Deyir, aparım, yuyum, təmizləyim. Biz də qoymayaq, bilirsiniz necədir? Ruhda qaldıqca yapışır ruha. Zor təmizləmək olmur. Vallah, İmam Hüseyin and olsun, çox mühüm mövzuya toxunuram. Çox mühümdür bu. Bütün günü bugün özüm düşünmüşəm bu haqda. Çox vacib məsələdir. İnsan belədir, pisliklərini gizlədir. Siçanlar, mən dedim də bu mənfi biraz şeylərdən danışacaq. Siçanlar necə gedir, evin çirkli yerində gizlənir, dərmə deşikdə. Siçan elə aşkarda gəzsə yaxşı olar da, tapmaq olmur. Gizlin yerlərdə gedir, gizlənir. Evlərimiz belədir, qaçıb gizlənir. Bu təşbih deyil, birbaşa belədir. Birbaşa belədir. Onun üçün dərmanlamaq üçün xüsusi avadanlıq gətirirlər, çıxışları, girişləri, o gizli yerləri dərmanlayırlar. Əməlli bir, başlı bir prosesdir də bu. Xüsusilə xıçanlar balaca olanda, bir var siçoğul, bir var siçan. Onlar balaca olanda lap çətindir onları tapmaq, daha da pisdir, çox törüyüb artırlar, yığıb yığışdırmaq olmur. Şeytan da belə deyir, böyük günahlara bəzən möminləri salıram, böyük günah eləyirlər. Tövbə ilə belimi sındırırlar. Böyük günah daxı. Görürəm ki, böyük günaha çəkirəm, dərhal gedir tövbə eləyir, tövbə ilə belimi sındırır. Onda mən nə edirəm? Onda başlayıram kiçik günahlara salmağa ki, desin əşi, nədir ki bu? Nədir ki bu dedi, evi yıxıldı. Yəni, haqq verdi o pisliyi içində yaşamağa. Görürəm, böyük günahla tövbə eləyir, onda kiçik günahlara salıram ki, gözünə görsənməsin və mən onu həlak eləyim. Və xırda günahlar çox adamı cəhənnəmə aparacaq. Böyük günahlardan tövbə edəcəklər, kiçik günahları kiçik sayacaqlar, görməyəcəklər. Vay o gündən adam görmədi, ən böyük bəladır, eybini görmədi. Allah göstərməsin ki, çoxumuz beləyik ya burada. Çoxumuz beləyik. Nə qədər də danışırıq, demirəm, xeyri yoxdur, xeyri lazımı qədər olmur. Deyirək ki, nə eləmişəm, indi bir dənə işdir. Şeytanın xoşu gəlir bu sözlər. Ona görə böyük günaha salmır, çünki böyük günaha salanda desəm, vay cinayət eləmişəm, ilahi bağışla. Kiçiyə deyir, salıram ki, desin, nə eləmişəm, evi yıxıldı. Heç vaxt adam gələk deməsin ki, nə eləmişəm, nə olub, nə işirdim burada. İnsanlar pak olmaq istəyirlər və məsələnin qəribə tərəfi bundan ibarətdir ki, paklanmaq əvəzinə biz çirkinliklərimizi gizlədirik ki, pak görünək özümüzdən də. Bu insanın psixoloji vəziyyətidir. Özümüzdən də gizlədirik. Pak olmaq istəyirsən, paklan da. Da niyə pak görsənirsən? Niyə gizlənirsən? Bilirsiniz niyə? Paklanmaq çətindir axı. Bu tələsir. İnsan tələskəndir. Deyir, hələ gizlədim ki, yoxdur məndə. Özümü anladım da. Bu hamımızda var. Az çox. Mən danışdıqca özünüzə baxın, hər özü ilə məşğul olsun. Hamımızda var. Etiraf eləməyə canımız çıxır. Özümüzə də, kiməsə yox hələ, özümüzə də. Eyb gizlənir, qalır içimizdə, yapışır, bərkir, böyür, sonra evimizi yıxır. Xüsusilə də o uşaqlar ki,
ata-anaları onların eybləri ilə düzgün davranmadılar. Məsələn, 3-4 yaşda uşaqda həsəd olmağı paxıllıq deyirik, ona təbiidir. Bu o yaşda gəlməlidir. O yaşda uşaq birdən görərsən kiməsə paxıllıq eləyir. Bir görsən vurur onu. O bir uşağı məsələn. Vurur. Ana gərək deməsin, sən neyinirsən, utanmırsan, paxıllıq eləyirsən, belə şey demək olmaz. Ki, sabah bir sözün olacaq, artıq başlayacaq gizlətməyə öyrəşəcək. Sən faciəyə çevirmə, uşaqdır, danış, başa sal. Öz dilində, nəsihət mənasında yox. Yayındır, dolayı yollarla tərbiyə elə. Sən qışqıranda üstünə itmədi ki o, gizləndi. Vay gündən gizləndi də. Uşağın eybləri ilə elə rəftar eləmək olmaz. Uşaqla yumuşaq davranmaq lazımdır. Sözün qısası, insan paçlığı sevir deyə eyblərini gizlədir. O qədər gizlədir ki, inkar eləyir və özünü pak sayır. Hünərin də var, denən ki, səndə bu eybi var, düşmən olur səndən. Çoxumuz beləyik. Mən bunu həmişə demişəm, deyim, mən günahkarı dua elə. Orada hamı təvazökar rest alır. Mən çox günahkaram. İndi bu çox günahkara denən ki, sənin filan eybin var. Başlıq gözü çıxardır. Bəs deyirdin günahkaram, ümumi olanda günahkaram demək asandır. Buna deyəndə ki, səndə təkəbbür görürəm, dava salır səndən. Yaxşı, sakitləş, 15-ci məsum statusunu sənə verdi. Səndə yoxdur. Məsum 15 nəfərdir, biri də sənsən. Aldad özü. Amma İmam Sadiq Aleyhisselam nə buyurur? Buyurur ki, dostlarımın içində, qardaşlarımın içində ən sevdiklərim eybimi mənə hədiyyə eləyəndir. Buna deyərlər qardaş. Eybimi axtaran yox. Görəndə hərdən bir hədiyyə kimi təqdim eləyəndir. Çünki mənə çox istəyir. İstəyir ki, məndə eyb görməsin. Qardaşlıq budur. Bəziləri inkar eləmir eyblərini, amma neyinir? Kiçik sayır. Kiçik sayır. Dedim, təmizkar xanım hansıdır? Bir dənə də deyir, evində toz yoxdur. Bu təmizkar xanımdır. Amma Pinti xanım deyir ki, 2 dənə toz orada olanda nə olacaq? O birinə də hələ ağıl verir, görmüşəm mən. Deyir, çox özü öldürmə, indi biraz o küncdə toz qalsın da nə olacaq? Biz bəzən elə yanaşırıq özümüzə də. Deyir, nədə indi bu eybi var ki, ya inkar edirik eyblərimizi, ya da eyblərimizi kiçik bilirik. İkisi də təhlükəlidir. Dişin arasında bir dənə görsən yemək qalğı qalır, bir müddət sonra pis qoxu verər o. Hətta onu udmaq da deyirlər ziyanlıdır. Mən eşitmişəm keçmiş müştəhidlərin bəzisi deyəsən deyib haramdır onu udmaq. Kiçik də olsa, amma qalır bütün qoxu verir, xarab eləyir adamı. Kiçiyə deyəsən əşin, nədir bu? O iylənəcək içində. Mütləq iylənəcək və bütün vücudu bürüyəcək. Heç nəyi kiçik sayma. Özün öz eybləri və mikroskopla bax. Mikroskop neyinir? Balacanı böyüdür. Böyüd öz eybləri. Başqalarınınkin kiçildir. Biz əkisini eləyirik. Düzdür. Tam maşallah hədislərin əkisinə gedirik. Maşallah olmasın. Deyirlər ki, deyirlər böyüd, kiçildiririk. Deyirlər kiçilt, böyüdürük. Hədislər deyir, mömin yağış suyu kimidir, təmizdir. Çünki həmişə eybi ilə məşğuldur, özünü təmizləyir. Zülaldır, pakdır, şəffafdır, təmizdir.